Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının 4 dekabr 2025-ci il tarixli qərarı ilə sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq sanitariya norma və qaydaları təsdiq edilib. Qaydalar sahibsiz heyvanların həyat və sağlamlığının qorunmasını, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınmasını, habelə heyvan rifahının təmin edilməsini nəzərdə tutur. Sahibsiz heyvan sığınacaqlarına Dövlət Baytarlıq Nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Sığınacaqlar epizootik cəhətdən sağlam ərazilərdə yerləşdirilməli və yaşayış binalarından, su hövzələrindən, fermalardan, sənaye obyektlərindən qanunvericiliklə müəyyən edilmiş sanitar mühafizə məsafələri gözlənilməlidir. Sığınacaqlardan karantin, müalicə, sağlam və həssas heyvanlar üçün ayrıca otaq və ya bölmələr, eləcə də baytarlıq preparatlarının və yemlərin saxlanılması üçün xüsusi sahələr təşkil edilməlidir. Heyvanların saxlanma şəraiti onların növünə, çəkisinə və fizioloji ehtiyaclarına uyğun olaraq təmin olunmalıdır. Sığınacaqlarda baytarlıq tədbirləri yalnız müvafiq ixtisaslı baytarlıq mütəxəssisi tərəfindən icra olunmalıdır. Qeyd edək ki, qərar 2026-cı il 4 may tarixindən etibarən qüvvəyə minir.